Hamıya salam. Deməli bugün gəlmişik yeni il alış-veriş eləməyə və çalışacağam ki, sizin üçün hər şeyi çəkim. Deməli uşaqlar, burada yeni bir mağazin açılıb. Ora gəlmişik. Səsim də biraz qaralıb, üzülürsən, yəni qripəm. Bu da var. Burada çipslər endirmə düşüb. 2 manat 79 qəpik ikisi. 72 dolar balaca. İndi gəlmişik çörək almağa. İndi gəlmişik konfet almağa. Mama telefondan al gel. Gelme. Biraz da ondan. Bu arada dırnaqlarımı dünən elətdirdim. Belə biraz uzun oldu, amma bundan da aldıq. Qiyməti 3 manat idi. Neçə aldın? Burada. Artıq səbətimizi doldurmuşuq biraz. Yəni al. Və şampun alırıq. Mənim istifadə etdiyim şampun budur. Həqiqətən çox qəşəngdir. İndi isə iPhone 4-ün aldığı. Bunun adı nədir? Şaftalı qurusu deyəsən. Bundan alırıq. Daha da çox maraqlı gəlir. Görək necədir. Onu bir blogerdə görmüşdüm. Tanıyarsınız məncə. İstəyirəm ki, meyvə qurusu alım. Bu nədir? Kividir bu. Qarışıqdır. Qiyməti 5 manat 99 qəpikdir. 3 manat 11 qəpik. İndi ən sevdiyim turşu biber alacağıq. Acı biber. Bunun dadı çox qəşəngdir. Bir dənəsində Nuraya alırıq. Və yenə ən sevdiyim bundan alacağıq. İndi burada alça turşusu axtarırıq. Bunu doldurduq, bir dənə də araba götürürük. Oraya isə meyvə tərəvəz yığacağıq ancaq. Ananas da götürürük. Bunu evdə göstərəcəm. Bu vedrə kök, nar, soğundur aldım meyvə götürürəm. Bu burası var. Bundan almışam. İndi isə salat üçün alacağım. Salat üçün məncə bu yaxşıdır. Bu bir də göyündən alaq. Məncə bu ikisi yaxşıdır. Qiyməti 1 manat 19 qəpik. Qatı, soklar, lavaş, tərəvəz. Gözlüyün oradayım. Nuray. Saxla. İndi sizə aldıqlarımı göstərəcəm bir-bir. Əslində yarısını mağazində göstərmişdim. Prosta onu göstərə bilmədiklərimi indi göstərəcəm. Aha. Deməli. Belə bir ananas. Qoy mamı çipsə qoy. Az biber turşusu. Bu qutardı. İndi keçirik o birisi salfana.
Çox acı bir yerdən daha sonra açacağım. Kola, konfetlər, kabasa, yuxa. Və bir həgəli. Ərzaqlar bu qədər idi. Burada da meyvələr var. Üstdən göstərirəm. Mandarin, göyərti, pomidor, burada banan falan, limon, xiyar. Belə yəni alışverişimiz bu qədər idi. Bir də belə bir şampan. İndi bunu yoxlayırıq. Görə dadı necədir? Həqiqətən yağlı deyə bu deyəsən, şirəlidir. Bu şəkildə. Bundan biz bir bloger de görmüşdük. Ondan sonra aldıq. Görə Allah dadına baxıram. Gəl al sən də bax. İstəyirəm. Mən xoşum gəldi. Oha. Qəşəngdir. Heç xoşuma gəlmədi ha. Çox qəşəngdir. Mən bəyəndim. Çayın daha qəşəng gedəli. Belə ürəyimi bulandırdı. Yəni almayın. Alın. Qiyməti yaxşıdır, 1.60. Bir də hamının öz ağız dadına görə dəyişir. Amma yəni çox şirin. Bir də qəribə turş məsəli var. Heç qəşəng deyil yəni. Çünki çayla daha qəşəng gedir. Məsələn, mən turş şeylər xoşlayıram, amma yəni bu qəşəng deyildi. İndi bir dəfə alın, yoxlayın, görün nətər olur. Amma mən bəyəndim. Bu da bizim yolkamızdır. Gördüyünüz kimi. Üstünü mən bəzəmişəm. Bu da divardakı işıqdır. Bu prosta axşam vaxtı daha qəşəng görünür də. Yəni indi tam bilinmir səhər olduğu üçün. Hava da çox küləklidir. Biz yəni alışveriş eləmək üçün çox pis bir havanı seçmişik. Amma bu günə yəni alınırdı ancaq. Dırnaqlarıma yaxından baxın. Əslində bu dəfə uzun eləmişəm. Amma dedim ki, həmişə qısa eləyirdim. Bu da bayramdır deyə uzun eləmək istədim. Bu şəkildə oldu. İndi sizinlə birlikdə bayram üçün süfrə hazırlayacağıq. Burada Ralın zır paketləri var. Bu uzundur. Baxın, bu biraz yekədir. Burada 3 dənə belə xırda olanlar var. Burada da belələr var. Aldıqlarımızı stolun üzərinə düzdüm, gördüyünüz kimi. Bunun da dadını çox bəyəndim. İndi hal-hazırda çay içirdim oyla bu stəkanımda. Buna atama verməyib. Atam da dilənib orada Kürdəmirdə. Bu dəfəki dırnaqlarımı həqiqətən çox bəyəndim. Bu arada hava çox qəşəngdir. Havaya baxın, çox qəşəngdir. Həqiqətən soyuqdur, amma sanki yay vibe verir. Uşaqlar da orada gördüyünüz kimi bəsəbət sürürlər. Bura kənd vibe verir. Bu tərəf elə deyil, indi oranı görməmisiniz də. Amma bura kənd vibe verir. Günəş. Həqiqətən çox qəşəng. İstəyirəm ki, aşağı düşüm. Amma bir yandan da halım yoxdur. Hal-hazırda biz ani bir qərarla şəhərə çıxırıq. Deməli, soyuq əllər istiyorlara getməyə fikirləşirik. İndi bilmirəm. Amma gedirik yəni, ani bir qərarla. İndi isə kombinimi göstərəcəm. Bu şalvarcı indi muntez almışam. Köynək isə budur. Artıq evdən yavaş-yavaş çıxırıq. Saat 7-yə işləyib. Hava gördüyünüz kimi qaranlıqdır. İndi sahilə gəlmişik. Gedirik soyuq əllər istiyorlara. Eski də bunu gedirik.
gülməyinə bax. Aynı buna binəcəyik. Burada kol almağa. Ne oldu? Gelin gidelim. Tamam. Artıq sağlaşdıq. İndi kolamı da almışam. Evə gedirik. Qaçırıq metroya. Uşaqlar saat 12-də metro bağlı. Yeni bir gündən hamıya salam. İlk öncə hər birinizə yeni bayramını təbrik edirəm. İnşallah ki bu il hər biriniz üçün düşərli olar. İndi deməli, dünən videonu davam etdirə bilmədim. Çünki saat 1-ə qalmış gəlmişdik evə və 1-ə qalmışdı. Yəni çox yorğun idim və həmən yatdım. Ona görə bugün açdım videonu və hal-hazırda çox dəyişik bir saat eləyəcəyik bayram üçün. İstəyirəm ki, yolka saat eləyim. Bir də papaq şəklində bir saat eləmək istəyirəm. Şəkilləri göstərirəm sizə. Deməli, baxın, bir bu saatı görürsünüz yəqin ki. Bir də bu saat eləyəcəm. İnşallah ki, alındıra bilərəm. Baxın bunu. Görək, inşallah alındırarıq. İndi ilk öncə deməli, gördüyünüz kimi hər birini qaynatmışıq. Burada yumurta. Bunu video çəkə-çəkə eləmək biraz çətin olacaq. Ona görə mən indi videomu bağlayıram və salatı hazırladıqdan sonra sizin üçün göstərəcəm, yəni hər şeyi. İndi sağ olun. Uşaqlar, deməli bu yolka alındırmağa çalışmışam, amma alınmayıb. Biraz qalın olub hətta, baxın. Qalın olub. Bir də üstünə oyuncaqlar eləməyə çalışacaqdım narına, o da alınmadı. Nar çünki mağazinlər bağlıdır. Nar 4 saat da orada 11 işləyib. Dırnaqlarımı da göstəreyim. Saat 11 işləyib. Və şimdi bunu qoyuram haldenka. Axşam saat 12-də ateşfəşanlığı olur. Biz də düşəcəyik aşağı. Belə, yəni bu hazırladıqlarımızı axşam gəlib yeyəcəyik. Saat indi 11 işləyib. Ay, sağ ol. 3-4 gün qabaq bura gəlir. Uşaqlar, bu gün artıq ayın 1-idir. Dünən sizə çalışdığım qədər hər şeyi çəkdim. Ümid edirəm ki, videonu bəyənərsiniz. Artıq videonu bağlayıram. Əgər bəyəndiysəniz abunə olub like atmağı unutmayın. Sağ olun.